Bugün çox ləzzətli, hər kəsin ilk dəfədən belə hazırlayıb andıra biləcəyi bilinciklərin reseptini bölüşürəm. Əvvəlcə qaba 3 ədəd yumurta və üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Sonra mikser ilə ağarına qədər çalıram. Üzərinə 3 stəkan süd, 2 stəkan su əlavə edib yenidən qarışdırıram. Çay qaşığının ucunda duz, 3 xörək qaşığı duru yağ, 1 paket qabartma. Əgər bilincik tortu və ya tvaroqlu bilinciklər hazırlayacaqsınızsa, üzərinə 1 paket vanil əlavə etməyi unutmayın. Eyni bu xəmirdən vanil və şəkər tozu əlavə etmədən ətli bilincikləri də hazırlaya bilərsiniz. Üzərinə 3 stəkan yarım ələnmiş un əlavə edib yaxşı-yaxşı qarışdırıram və hazırladığım xəmiri 15-20 dəqiqə dinləndirirəm və yapışmaz bilincik tavasında bişirirəm. Yumuşaq, çox ləzzətli bilinciklər alınır, hətta ilkini belə atmıram. Mütləq siz də hazırlayın. Hazırlayan hər kəsə nuş olsun.